Hər gün qəbul imtahanına düşmüş 5 sual izah edirəm. 4-cü günün 1-ci sualına gəlin baxaq. Şərtdə deyilir ki, düz xətt boyunca hərəkət edən cismin koordinatının zamandan asılı qrafiki verilmişdir. Hansı hissələrdə cismin kinetik enerjisi artır? Kinetik enerjinin düsturunu biz bilirik. Y kinetik bərabərdir. mv kvadratı bölək 2-dir. Kinetik enerji artırsa, deməli cismin sürəti də artır. Cismin sürəti artırsa, hərəkət artıq bərabər yeyinləşən hərəkətdir. Yəni biz bu qrafikdə bərabər yeyinləşən hərəkəti tapmalıyıq. Biz bilirik ki, əgər qrafik zaman oxuna yaxınlaşırsa, bu zaman hərəkət bərabər yavaşlayan hərəkətdir. Amma zaman oxundan uzaqlaşırsa, bərabər yeyinləşən hərəkətdir. Deməli, biz burada bərabər yeyinləşən olduğu üçün T oxundan uzaqlaşmaya baxmalıyıq. Amma burada bir məsələ var ki, X-in T-dən asılı qrafiki veriləndə sürüşdürmə metodundan istifadə edirik. Yəni, bu qrafiki koordinat başlanğıcına gətirməliyik. Gördüyünüz kimi, bax, bu birinci hissədə olan qrafiki aşağıya doğru sıfıra gətirdim. Deməli, onda mavi ilə göstərdiyim bax bu hissə oldu. Gördüyümüz kimi bu qrafik T zaman oxundan uzaqlaşır. Deməli, bərabər yeyinləşəndir. Bəli, deməli, onda bizim doğru cavablarımızdan biri olacaq 1. Amma gördüyümüz kimi, bax bu ikinci hissəni olduğu kimi bura gətirəndə, bax bu qrafik artıq zaman oxuna yavaş-yavaş yaxınlaşır. Aha, yaxınlaşırsa, deməli artıq burada hərəkət bərabər yavaşlayan hərəkətdir. Üçüncü hissəni də olduğu kimi bax bura gətirirəm. Gördüyümüz kimi artıq qrafik zaman oxundan neyinir? Uzaqlaşır. Deməli artıq bu da bərabər yeyinləşəndir. Yəni 3-ü də doğru götürəcəyik. 1 və 3 doğru cavabdır. Y variantı.